Rusiyalı iş adamı Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alyona Ivanova ilk dəfə müsahibə verib. Axşam Nöqtəsi xəbər verir ki, uzun müddət ictimaiyyətdən uzaq həyat yaşayan Alyona mətbuata açıqlamasında öz biznesindən danışıb. Məlum olub ki, o ev tekstili brendinin yaradıcısıdır. Ivanova bildirib ki, brend yaratmaq ideyası şəxsi ehtiyacından yaranıb. İşə əlbəttə ki, yataq dərsləri ilə başlamağı planlaşdırmışdım. Bu mənim şəxsi hekayəm və brendi yaratmağımın əsas səbəbi idi. Amma satışa ilk olaraq dəsmallar çıxarıldı. Çünki onların istehsalı daha sadə idi. Keyfiyyət baxımından bunlar adətən bir neçə dəfə baha satılan məhsullarla eyni səviyyədədir. Biz isə onları daha münasib qiymətə təqdim edə bildik deyə Alyona bildirib. Qeyd edək ki, Araz Ağalarovun müğənni Emin Ağalarovun anası İrina Ağalarova ilə yollarını ayırdığı və daha sonra Alyona Ivanova ilə ailə qurduğu məlum olub. Cütlüyün birgə 2 evladının olduğu bildirilir.